İtalyan partizanlarının ən güclü kəşfiyyatçısı olmuş Medo ləqəbli Azərbaycanlı Məmməd Bağırov. O 2-ci Dünya müharibəsinə Sovet ordusunun zabiti kimi qatıldı. Cəbhədə ağır döyüşlərdən keçdi, sonra isə yaralanaraq əsir düşdü. Əsir düşərgələrində aclıq, xəstəlik və ölüm təhlükəsi ilə üz-üzə qaldı, lakin sınmadı. Sonradan məcburi şəkildə əsirlərdən ibarət legion sıralarına daxil edilsə də, faşizmə xidmət etməyi qəbul etmədi. Fərasəti və səbri ilə doğru anı gözlədi və 1944-cü ildə İtaliyaya gətiriləndə qaçdı və yerli partizan dəstələrinə qoşuldu. Qısa zamanda etibar qazandı və kəşfiyyat əməliyyatlarında iştirak etməyə başladı. Gecə əməliyyatları, gizli sızmalar, təhlükəli tapşırıqlar. O səssiz və dəqiq hərəkət edirdi. Bütün tapşırıqları səhvsiz yerinə yetirir və saysız düşmən öldürürdü. Ən çətin tapşırıqları məhz kəşfiyyatçı Məmməd Bağırova verirdilər. Müharibə bitdikdən sonra həm İtaliya, həm də Sovet tərəfindən xüsusi medallara layiq görülür və İtaliyanın Pistoia şəhərinin fəxri vətəndaşı statusuna layiq görülür.